Bilinen ilk Misir piramidası eramızdan əvvəl 2660-cı ildə Kral Zoser'in şərəfinə tikilmişdir. Piramidanın memarı İmhotep idi. Misirin Saqqara şəhərində yerləşən bu piramida bilinen bütün piramidalardan ən qədimidir. Piramidanın özünə məxsus memari üslubu var. Həmçinin memarı İmhotep olan və Kral Zoser dövrünə aid ilk taxıl anbarının inşası qədim Misirə məxsusdur. Yerin 28 metr altında 11 ədəd böyük taxıl anbarı yer alır. Bu anbarların sayəsində yaranan 7 illik qıtlıq Misirlilərə heç bir təsir göstərməmişdir. Həzrət Yusuf olduğu hesab edilən İmhotep, qədim Misirlilərin ən əziz bildiyi insan idi. O, aşağı Misir kralının xəzinədarı, mühəndis, şair, yazıcı, rahib, loğman, həkim idi. Bu cür videoların davamı üçün videonu bəyənib kanala abunə olmağı unutmayın.